Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Əmmə bəd. Esselamu aleykum və rahmetullah və barakatuhu. Şəfaət məsələsində şübhələrin ifşası. İnşallah müxaliflərin gətirdikləri hədisləri hissəsi ələ alacaq. O hədislərlə bağlı və o hədisin raviləri, sənədləri ilə bağlı alimlərin fikirlərini zikr edəcək inşallah. Şübhələrin ifşası. Müxaliflər deyir, bizim diri şəxsdən və ya şəhid olacağı düşünən birindən Allah sənə izin verərsə, məndən razı qalarsa, mənə qiyamət günü şəfaət et və qeydsiz və birbaşa mənə qiyamət günü şəfaət et. Sözü şirk deyil. Deməyimizin dəlili vardır. Dəlilimiz budur ki, sahabə Peyğəmbərdən sağ vaxtında şəfaət istədi və Peyğəmbər də sahabəni şirklə ittiham etmədi. Məsələn, hədisin mövzumal əlaqəli olan qismi Ənəs ibn Malik radiyallahu anh rivayət edilir ki, Resulullah sallallahu aleyhi ve sellem qiyamət günündə mənə şəfaət etməsini istədim. Şəfaət edərəm deyə buyurdu. Tirmizi 2433-cü hədis. Müxaliflər deyir, baxın sahabə Peyğəmbərdən sağ ikən şəfaət istədi və Peyğəmbər sallallahu aleyhi və səlləm sahabəni qınamadı, əksinə şəfaət edərəm dedi. Ona görə diri olan birindən şəfaət istəmək şirk deyil. Buna cavab olaraq biz deyirik ki, Allah sənə izin verərsə, məndən razı qalarsa, qeydi istidlal etdiyim bu hədisdə yoxdur. Ona görə də şeytan sənə təlqin etdiyi batil əqidəyə bu hədisdə dəlil axtarma. Bu qeydləri qoymayıb, diridən birbaşa şəfaət istəyənlər isə deyirik ki, bir kəli bu hədisin altında İmam Əbu İsad Ət-Tirmizi deyir. Bu hədis həsən, qəribdir. Belə bilməkdəyik ki, bu hədisin qərib olduğu bilindisə, hədis imamları qərib hədislər barədə sözlərini fikir verir. Tabeyindən İbrahim Ən-Nəhayni rahiməllah, əmin tabeyin Ayşə və radiyallahu anh və Əbu Said Əl-Xudri radiyallahu anh görüb və deyir ki, onlar əsər əhlinin qarib hədislər və kəlam elminin kərih görürdülər. Sonra İmam Malik İbn Ənəs deyir ki, elmlərin, hədislərin ən şərlisi qərib olandır. Elmlərin ən xeylisi isə insanların rəvayət etdiyi zahir olandır. İmam Abdurrazzaq rahiməllah deyir, qarib hədislər bir xeyr var zənn edərdik, məgərsə o şərmiş. İmam Əhməd ibn Həmbəl rahiməllah deyir, qərib hədisləri yazmayın, onlar ancaq münkər rəvayətlərdir. Ümumi isə zəif ravilərdir. Həmçinin bax, Ulumul Hədis İmam Əhməd başqa bir yerdə deyir, hədis əshabının bir hədisi haqqında bu hədis qaribdir və ya fayda dediklərini eşitsəniz, bilin ki, o hədis ya xatalıdır, ya bir hədis başqa bir hədislə qarşılanmışdır, ya muhaddis xəta etmişdir, ya da hədisin isnadı yoxdur. İstər bu hədis Şubədən və ya Süfyandan rəvayət edilmiş olsun. Sənə bəyan edildi ki, hədis imamları qərib hədisləri necə yanaşıb. Yox, əgər sən deyirsən ki, mən imam zat hərrəmirəm və bu hədis super hədisdir, mən də buna etimad edirəm, o zaman sən əhl-i sünnə və cəmaat yox, əhl-i sünnə və dünya və cəmaatsan. Əhl-i və sünnə və cəmaat yox, əhl-i dünya və cəmaatsan. Və sən bu yazdıqlarımı muhattab deyilsən. Hədisdə olan bu işgəl bununla bitmir. İkinci budur ki, bu hədisin ravilərindən, yəni Əbul-Xəttab Hərb İbn-i Müyəm Əl-Ənsəri yalancılıqla ittiham edilib. Məsələnin bu ravi haqqında İmam Zəhəbi rahiməllah bu ravi haqqında fikir bildirir ki, məxluqatın ən yalancısı edilir, yəni bu ravi. Həmçinin Uqali rahiməllah bildirir ki, məxluqat Meymun Əl-Ənsəri
məxluqatın ən kəzzabıdır. Şeyx Əl-Buxari rahimehullah Əl-Həkimdən dedi: Mən Darqutnidə onun haqqında soruşdum. Zəif dedi. Bir hədis bu qədər işgal olmasına rəğmən bunu özünə din sayan və dini zülm bulaşdıran, üstəgəl sahabələrdə bunu edib deyərək şirki diyarında tövhid iqamə edən və şirk qan udduran insanlara iftira atan şəxs zahirən, batən, müəyyən olaraq kafirdir. Uca Allah buyurur: Yoxsa onlar Allahdan qeyrilərmi özlərini şəfaətçi etdilər? Dəgə onlar heç bir şeyə malik deyillərsə, heç bir şeyi anlamırlarsa, bəs necə olsun? Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı ona məxsusdur. Sonra siz ona qaytarılacaqsınız. Zümər surəsi 43-44-cü ayə. Sizin ondan başqa nə bir dostunuz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz? Allahdan başqa onların nə bir vəlisi, nə də bir şəfaətçisi vardır. Bəlkə pis əməllərdən çəkinənlər. Ən-Nam surəsi 51-ci ayə. Onlar Allah'a qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilmənlərə ibadət edir. Onlar Allah yanında bizim şəfaətçilərimizdir deyirlər. De yoxsa Allah göylərdə və yerdə bilmədiyi şeyi xəbər verirsinizmi? Allah onların qoşduqları şəriklərdən uzaqdır, ucadır. Yunus surəsi 38-ci ayə. Bu cür ciddi və möhkəm dəlillərin olmasına rəğmən etibarlıqda əsər əlamət olmayan rəvayətə görə şirk etiqad etmək üçün öz ayağınla intihara getməkdən daha betərdir. Bütün bu dəlillər şəfaətin Allahdan başqasından istəməsinin nəfi etdiyi və Məkkə müşriklərinin şirkini elə məhz bu olduğu halda qarib və işgal olan hədisi əsasən yanmağı gözə alan adam həqiqətən də axmaqdır. Belə adam uca Allah Subhanahu taala belə vəsf edir. Məgər öz Rəbbindən vəhiy edilmiş aydın dəlillər isnad edən kimsə pis əməli özünə gözəl göstərilən və öz nəfslərinə uyan kimsə kimi ola bilərmi? Muhammed surəsi 14-cü ayə. İnşallah birinci hədisi bitirdik. Allah Subhanahu taala rəhməti ilə gələn dərsimizdə ikinci hədisi